1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə bir dəfəlik maddi yardımlar ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Prezidentin müvafiq sərəncamına uyğun olaraq Nazirlik 2-ci Dünya müharibəsində qələbənin 80-ci il dönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat bir dəfəlik maddi yardım ödənilib. 2-ci Dünya müharibəsində həlak və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər 2-ci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafe üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri 2-ci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döyüş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat bir dəfəlik maddi yardım ödənilib. Sərəncam 2-ci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2340 şəxsi əhatə edib və bir dəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.